Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala şerefil enbiya vel mursalin amma ba'd. Möhtərəm müsəlmanlar, ilk öncə sizi salamlayıram. Assalamu aleykum və rahmetullahi və barakatuhu. Amma sonra bugünkü dərsimiz, yəni bir dənə gətirilən şübhə barədədir. Deməli, dərsimizin adını deyək birinci, İmam Ən-Nəsai'nin sahabə Muaviyyə bin Əbu Sufyan, Allah onlardan razı olsun, barədə mövqeyi. Bax, bu mövzudur. Deməli, bəlli olduğu kimi son illər internetin yaygınlaşması və sosial şəbəkələrin çoxalması yaxşı bir əlamət kimi təqdim edilsə də, lakin bunun zərərləri də var. Nədən ötürü zərərləri var? Çünki bu cür yaygınlaşmış internet və sosial şəbəkələrin çoxalması fonunda bilən də danışır, bilməyən də danışır. Bax, bugünün ən böyük problemlərindən biri budur ki, məsələni və ya işləri bilən də, yəni işin əhli də danışır və cahil-cuhul da danışır. Və bu ən təhlükəli məsələdir. Ən təhlükəli məsələdir ki, yəni bilməyən, məsələni bilməyən, araşdırma yapmayan, işin əhli olmayan adamlar çıxırlar, danışırlar və xüsusən də dini məsələlərdən. Çünki din elə bir sahədir ki, mütləq bunu gərək öyrənəsən və biləsən, ondan sonra danışasan. Hər adam ağzına gələni çıxıb danışa bilməz. Çünki bunu danışmaq üçün elm lazımdır. Və elm də təbii ki, hər adamda yoxdur. Çünki elmli olmaq üçün gərək elm əldə edəsən. Gecə-gündüz özdə o sahəni öyrənəsən. Və belə şəxslərdən biri özünü Samir Sumqayıt adlandıran adlı şəxs, bir nəfər, sosial şəbəkələrdə, bu TikTokda danışır, videolar hazırlayır və ağzına gələni danışır, belə deyək. Heç bir elm yoxdur, heç bir dini savadı yoxdur, belə deyək. Dindən başı çıxmır, elmdən başı çıxmır. Lakin döşüyür, gedir. Ona görə son yaydığı, belə deyək də, şübhələrdən biri də güya ki, İmam Ən-Nəsai'nin sahabə Muaviyyə bin Əbu Sufyan barədə olan mövqeyi barədədir. Yəni, əslində İmam Ən-Nəsai'nin ümumən sahabələr barədə və xüsusən də sahabə Muaviyyə bin Əbu Sufyan radiyallahu anhuma barədə mövqeyi o biri əhl-i sünnə alimlərinin mövqeyindən heç nə ilə fərqlənmir. Yəni, eyni mövqeyidir. Heç bir şeylə fərqlənmir. Lakin bu çıxıb insanların arasına belə təqdim edir, güya ki, belə bir fərq var və güya ki, İmam Ən-Nəsai sahabə Muaviyyə bin Əbu Sufyana qarşı olub, onun pisliyi və s. Mən çalışacağım bu məsələni inşallah dəlillərlə bəyan edim və bu barədə İmam Hafiz İbn Əsakirin Tarix-i Diməşq adlı kitabında bəyan edilir. Konkret, İmam Ən-Nəsai'nin, Əbu Abdurrahman Ən-Nəsai'nin Muaviyyə bin Əbu Sufyan barədə olan mövqeyi bəyan olunur. Hicrətin 571-ci ilində vəfat edən Hafiz İbn Əsakir, Tarix-i Diməşq adlı kitabında 71-ci cild 175-176-cı səhifələrdə demişdir ki, deyilmişdir ki,
və bu hekayə Əbu Abdurrahman Ən-Nəsəinin Muaviyyə bin Əbi Sufyan barədə pis etiqad üzərinə olmasına dəlalət etmir. Yəni dəlil deyildir. Yəni yuxarıda kitabın deməli bu cümləsindən və ya bu abzasından yuxarıda İmam İbn Əsakir deməli İmam Nəsəinin bəzi Şamda başına gələnlər barədə bəyan edir və ondan sonra bu sözləri qeyd edir. Ona görə belə bəyan edir. Deyir ki, yuxarıda qeyd olunan bu hekayə İmam Ən-Nəsəinin Muaviyyə bin Əbu Sufyan barədə pis etiqad üzərində olmasına dəlalət etmir və yalnız onun Muaviyyəni hər halı üzərinə pis zikr etməkdən çəkinməyin üzərinə dəlalət edir. Əksinə, yəni İmam Ən-Nəsəinin mövqeyi odur ki, Muaviyyəni o biri sahabələr kimi ya tərifləmək ya da susmaq gərəkdiyini və ya heç bir halda pis halı ilə zikr etməməyi və ya zikr etməkdən çəkinməyə dəlalət edir. Və sonra deyilir ki, Ömər İbn Əsakir yazır, deyir ki, Əbu Abdurrahman Ən-Nəsəidən rəvayət edilmişdir ki, ona Allahın salavatı və salamı olsun, sahabəsi Muaviyyə bin Əbi Sufyan barədə sual edildiyi zaman, yəni İmam Ən-Nəsəiyə sual verilir, deməli, Muaviyyə bin Əbi Sufyan barədə və demişdir ki, İslam yalnız bir qapısı olan bir ev kimidir. Baxın, nə deyir? Çox gözəl bir misal olaraq gətirir İmam Nəsəi. Deyir ki, İslam dini yalnız bir qapısı olan bir ev kimidir. Yəni, bir ev düşünün ki, onun cəmi bir dənə qapısı vardır. Deyir, İslam yalnız deyir, bir qapısı olan bir ev kimidir. İslamın qapısı sahabələrdir. Baxın, İslamın qapısı sahabələrdir. Kim sahabələrə dil uzatmaqla əziyyət etsə, yalnız bununla İslama zərər istəmiş olar. Kim ki, qapının üzərində qərarlaşarsa, yalnız həmin qapıdan içəri daxil olmasını istəyər. Bundan sonra dedi ki, kim ki Muaviyyəyə dil uzatmaq istəyərsə, yalnız sahabələrə dil uzatmaq istəyər. Yəni, Muaviyyə radiyallahu anhu o kişilərdəndir ki, İslamda imtahan kişilərindən idi. İmtahan kişilərindən də ona görə kim Muaviyyəyə dil uzadarsa, artıq sahabələrə dil uzadar. Kim sahabələrə dil uzadarsa, necə başqa hədislərdə gəlir, Allaha və Rəsuluna dil uzatmış olar ki, bu da nədir? Məmnudur, bu da qadağandır. Allah Rəsulu dedi ki, sahabələrimə məşhur olan hədisdə, sahabələrimə söyməyin, kim sahabələrimə söyərsə, məni söymüşdür, kim məni söyərsə, Allahı söymüşdür. Bax, belə bir bəyan Allah Rəsulundan bəyan olunur. Ona görə də sahabələr barədə hüsn-i zəndə olmalıyıq. Sahabələr barədə hüsn-i zəndə olmalıyıq. Kim ki, sahabələrə dil uzadırsa, əlbəttə ki, onun vəbalı Allah Rəsuluna, yəni onun təsiri və onun pisliyi Allah Rəsuluna toxunur. Çünki Allah Rəsulunun ətrafında olan sahabələri də Allah seçmişdi Allah Rəsulu üçün. Xüsusən də böyük sahabələri və o sahabələrdən də biri Muaviyyədir. Elhamdülillah. Yəni, böyük sahabə deyərkən burada yəni, İslamda uzun müddət olması qəsd olunmur. Məsələn, Əbu Hureyrə cəmi 3 il İslam, yəni Allah Rəsulu ilə birlikdə İslam üzrə olmuşdur. Lakin sahabələr arasında ən çox hədis rəvayət edən Əbu Hureyrədir. Yəni, şeylə deyil bu, yaşla deyil və ya illə deyil ki, məsələn, tutaq ki, biri 20 il İslamda olub və ya biri 3 il İslamda olub və ya biri, misal üçün, 5 il İslamda olub.
Bununla değil. Yani bir sahabenin böyük olması onun elmi veya malı ilə veya canı ilə Allah Rəsuluna veya İslam dininə etdiyi yardım ilə ölçülür. Ona görə də bax İmam Nəsəinin bu sözü açıq aydın, sarahətən dəlildir ki, İmam Ən-Nəsəi Muaviyyə barədə hüsn-ü zəndə olub və kimlər ki çıxıb danışsalar və desələr ki, güya İmam Ən-Nəsəinin Muaviyyə barədə mövqeyi yanlışdır və s. bu batildir və iftiradır və yalandır. Ona görə də bu məsələni bəyan etməyi yəni lazım olduğunu, vacib olduğunu nəzərə alaraq bunu bəyan etmək istəyirdim və bunu da bəyan etdim Allahın izni ilə. Bu qədər müxtəsər. Allah bilir. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.